İsmayılıda Xocalı soyqırımının 34-cü il dönümü qeyd edilib. Xocalı faciəsinin 34-cü il dönümünə həsr olunan yürüşdə gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Mahmud Süleymanov erməni faşizmi qurbanlarının xatirəsinə ucaldılmış Ana Haraya abidəsinin önünə əklil qoyub. Rayonun yüzlərlə sakini icra strukturlarının rəhbərləri, ictimaiyyət nümayəndələri abidə önünə gül dəstələri düzərək Xocalı qurbanlarının xatirəsinə ehtiramlarını bildiriblər. Xocalı faciəsi ümumilikdə dünya üzrə ən qəddar, ən vəhşi faciələrdən biri idi ki, bu insanlıq tarixində nə qədər ki insanlar var, bu dünya var, heç bir zaman unudulmayacaq bir faciədir. Və bu gün şükürlər olsun ki, Müzəffər Ali Baş Komandanın sayəsində, ordumuzun sayəsində biz Xocalını geri əldə etdik, biz Xocalını qazandıq. Həmin o Xocalıda rəhmətə gedən, o Xocalıda qətl edilən insanların ruhu bu günlərim şaddır. Biz onların ruhunu şad edə bildik. Dünən elə Cənab Prezidentin Xocalıya səfəri bunun ən əsas göstəricilərindən biri idi ki, məhz 92-ci ildə ayaqyalın, oradan faciə içərisində, amansızlıqla qaçan insanlar bu gün qürurla geri dönürlər, xoşbəxtliklə geri dönürlər və artıq Xocalıda uşaq səsləri, sevinç səsləri, həmin o ağlayan, o qəddarlığa məruz qalan uşaqların səsi artıq bu günlərin sevinç səsi ilə əvəz olunubdur. Bu günlərin biz Xocalıda olmaq tamamilə başqa bir hissdir. Xocalını gəzmək, Xocalıda olmaq, həmin o körpələrin səsini eşitmək, o meşəni gəzmək tamamilə başqa, o qədər qürur verici hissdir ki, onu sözlərlə ifadə eləmək olmur. Bir daha Müzəffər Ali Baş Komandanımıza, ordumuza təşəkkür edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu günlərim ən əsası Xocalıda vuruşan və qəddarcasına qətlə yetirilən insanların ruhu şaddır. Rafiq İsmayılov, Elçin Məlikov, Ülviyə Orucova, İsmayıllı.